Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizlər üçün yayın vazkeçilməz, ən ləzzətli tortlarından olan meyvəli blinçik tortu hazırlayıram. Əvvəlcə blinçikin xəmirini hazırlayırıq. Bunun üçün 3 ədəd iri ölçüdə otaq temperaturunda olan yumurta götürürük. Üzərinə 3 xörək qaşığı dolu şəkər tozu və 1 paket şəkərli vanil əlavə edirik və bunları yumurta çırpan vasitəsilə çox az qarışdırırıq. Burada çox qarışdırmağa ehtiyac yoxdur, mikserə də ehtiyac yoxdur. Təbii ki, istəsəniz mikserlə də qarışdıra bilərsiniz, amma ağarınca qarışdırmağa ehtiyac yoxdur. 1-2 dəqiqə belə qarışdırdıqdan sonra üzərinə 4 stəkan süd və 1 stəkan su əlavə edirik. Mən 1 stəkan suyu da elə südün içərisinə əlavə etmişəm və bir dəfəlik hamısını əlavə edirik. Üzərinə də 4 xörək qaşığı bitki yağı əlavə edirik. Qarğıdalı da ola bilər, günəbaxan da ola bilər. Fərqi yoxdur. Mən qarğıdalı yağından istifadə edirəm və bunları hamısını qəşəng qarışdırdıqdan sonra üzərinə 3 stəkan unumuzu hissə-hissə əlavə edərək çırpıcı vasitəsilə yaxşı-yaxşı qarışdırırıq ki, un topa şəklində, düyün şəklində qalmasın. Və gördüyünüz kimi mən 3 stəkan unu bir dəfəlik əlavə etmirəm, hissə-hissə əlavə edirəm. Və özüm hissə-hissə əlavə edirəm ki, qarışdırarkən rahatlıqla qarışdırın və unumuz qeyd etdiyim kimi topa şəklində, düyün şəklində qalmasın. Hər zaman videolarımda istifadə etdiyim stəkan ölçüm 200 ml stəkan ölçüsüdür və istifadə etdiyim 200 ml stəkan ölçüsü ilə tam olaraq 3 stəkan un istifadə etdim. Gördüyünüz kimi bir xeyli qarışdırıram ki, düyünlər tamamilə açılsın və beləcə hamısını yaxşıca qarışdırdıqdan sonra kütlənin yarısını əlavə edirik digər bir qabımızın içərisinə. Yarısı ağ qalır, yarısının isə içərisinə mən 2 xörək qaşığı kakao əlavə edirəm. Kakaomuz da düyün şəklində qalmasın deyə süzgəcdən keçirirəm və onu da gördüyünüz kimi 2 dəfəyə əlavə edərək yaxşı-yaxşı qarışdırıram. Xəmirimiz həm ağ, həm kakaolu xəmir olur. İstəsəniz sadəcə ağ xəmirlə də hazırlaya bilərsiniz bu blinçik tortunu, amma mən 2 rəngdə hazırladım. İstədim ki, görünüşü gözəl olsun, təbii ki, dadı da gözəl olsun. Ona görə hər iki rəngdə, həm ağ rəngdə, həm də digər xəmiri də kakaolu hazırladım ki, rəngləri gözəl olsun və tortumuz da gözəl görünsün. Və gördüyünüz kimi 2 xörək qaşığı kakaonu xəmirin yarısına əlavə edirəm, qarışdırıram və xəmirimiz hazırdır. Mən blinçikləri 24 sm olan tavanın içərisində hazırladım. Təbii ki, 26 sm olan tavam da var, amma mən 24 sm-in içərisində hazırladım ki, biraz çox alınsın. Yəni artıq çıxsın. Gördüyünüz kimi artıq bir qədərini bişirmişəm. Əvvəlcə ağ xəmirlərimi bişirirəm. Blinçik tavası olduğu üçün mən yağlamıram tavanı, qətiyyən də yapışmır. Xəmirin bir üzünü yaxşıca qızardıram. Qızartdıqdan sonra spatula vasitəsilə xəmirin kənarlarını, yəni blinçikin kənarlarını tavadan ayırıram və beləcə rahatlıqla digər üzünü də çevirirəm. Çox az bişirib götürürəm. Beləcə bir üzü yaxşıca qızarır, digər üzü isə biraz ağ qalır. Gördüyünüz kimi blinçik xəmirinə nə qabartma tozu, nə soda, heç bir şey vurmadığım halda xəmirimiz çox gözəl şişir, qabarır. Mən ümumiyyətlə blinçik xəmirinə nə qabartma tozu, nə soda, heç birindən istifadə etmirəm. Və blinçikləri bişirdikcə hamısını mütləq çalışın ki, üst-üstə yığın ki, qalıb yumuşalsın. Mənim istifadə etdiyim çömçə iri olduğu üçün tam olaraq gördüyünüz kimi götürmürəm. Yarısından götürürəm xəmirimi və hər dəfə tavaya əlavə etdikcə mən xəmiri qarışdırıram. Ağ xəmirlərimi bişirdikdən sonra keçirəm kakaolu xəmirimi bişirməyə. Onu da qeyd edim ki, kakaolu xəmiri bişirərkən, demək, xəmirin içərisinə 2 xörək qaşığı kakao əlavə etdiyimiz üçün ona görə çaydandan 3 xörək qaşığı da artıq kakaolu xəmirin içərisinə qaynar su əlavə etdim. Bunu mütləq nəzərinizdə saxlayın. Çünki xəmir çox qatlaşmasın deyə ona görə əlavə olaraq kakaolu xəmirin içərisinə 3 xörək qaşığı da qaynar su əlavə etdim. Yaxşı-yaxşı qarışdırdım və eyni qaydada olmaqla bunların da hamısını bişirirəm. Blinçikləri bişirərkən mütləq çalışın ki, nazik, yapışan tavada bişirməyin. Ya blinçik tavasında bişirin. Blinçik tavanız yoxdursa, onda mütləq tefal tavalarda bişirin ki, həmin tavalarda da yapışmır. Gördüyünüz kimi qətiyyən yağdan istifadə etmədən çox gözəl, hamısı da qəşəng pişdi, yapışmadı. Bu reseptlə ümumi demək 30 ədəd blinçik alınır. 24 sm olduğuna görə tavamız 30 ədəd blinçik alındı. Blinçikləri ilk bişirib tavadan çıxartdıqda kənar hissələri biraz quruyur.
Yəni bu təbii haldır, hamıda belə olur. Amma blinçikləri bişirərkən mütləq çalışın ki, üst-üstə yığın hamısını. İsti halda olarkən tavadan çıxara-çıxarda hamısını üst-üstə düzürsüz, yığırsınız üst-üstə. Bişirib qurtardıqdan sonra da üzərinə bir çay dəsmalı atırsınız və 5-10 dəqiqə kənarda qalsın. 5-10 dəqiqədən sonra dəsmalı üzərindən açdıqda görəcəksiniz ki, blinçiklər qəşəng yumşaq yumşalır. Hətta blinçiklərin o kənarları ki quruyur, həmin hissələrə kimi qəşəng yumşalır. Qeyd etdiyim kimi 24 sm tavada bu reseptlə tam 30 ədəd blinçiklər alınır. Blinçik tortunu dada ləzzətə gətirən onun kremidir. Ən əsas da qaymaqlı krem. Yəni mütləq bu tort üçün qaymaqlı kremdən istifadə etməlisiniz. Digər kremlərlə bu tort çox da yaxşı alınmır. Ona görə mütləq qaymaqlı kremdən istifadə edin. Blinçiklərimizin üzərini örtürük. Gördüyünüz kimi üzərini bir çay dəsmalı ilə örtdüm və indi isə keçirəm mən qaymaqlı kremi hazırlamağa. Qaymaq və qatlaşdırılmış süd hər ikisi mütləq soyuq halda olmalıdır. Demək, mən artıq 2 gündür ki qaymağı almışam, soyuducuda saxlamışam. Qatlaşdırılmış südümüz də soyuducuda idi. Soyuq hər ikisini götürürəm. 500 ml, yəni yarım litr soyuq qaymağın üzərinə bir banka qatlaşdırılmış süd əlavə edirik. Qaynanmış qatlaşdırılmış süddən də istifadə edə bilərsiniz. Yəni fərq etməz. Mən ağ qatlaşdırılmış süddən istifadə etdim. Məndə 1 litrlik olduğu üçün mən tərəzidə çəkdim qatlaşdırılmış südü. Yəni bir bankanın miqdarı nə qədər olursa 370-380 qram həmin qədər də qatlaşdırılmış südü əlavə etdim qaymağın içərisinə və hamısını birlikdə tam qatlaşana qədər mikserin yüksək sürəti ilə qarışdırmağa davam edirik. Əvvəlcə bir qədər duru olduğu üçün biraz ətrafa çilənir, amma yavaş-yavaş qarışdıra-qarışdıra özünüz də görəcəksiniz ki, qaymaq qatlaşır və eynən dondurma dadında çox ləzzətli bir kremimiz alınır və bu tortu da dada gətirən sırf bu kremdir. Onu da qeyd edim ki, mütləq çalışın ki, qaymaqlı kremi hazırlamamışdan öncə istifadə edəcəyiniz qaymağı 1-2 gün öncədən alın və soyuducuda mütləq saxlayın. Soyuducunun buzluq olan gözündə yox, yalnız aşağı gözündə saxlamaq lazımdır. Hətta qatlaşdırılmış südü belə hər ikisini, həm qaymağı, həm qatlaşdırılmış südü, hər ikisini soyuducudan çıxardın, soyuq halda istifadə edin. Və kremimiz hazır oldu. İndi isə keçirik biz meyvələrimizi hazırlamağa. Bananları doğramışam, fal-fal və çiyələkləri də təmiz yumuşam və saplaqlarla təmizləyib salfet üzərinə düzdüm ki, üzərinə də hətta bir salfet sərdim ki, suyunu tamamilə çəksin və xırda-xırda doğradım. İndi isə keçirəm tortumuzu yığmağa. Mən istədim ki, tortumuz biraz iri ölçüdə olsun. 26 sm formanın içərisində hazırladım. Alt hissəsinə bir qab yerləşdirdim və gördüyünüz kimi 26 sm olan bu dairəni mən qabın üzərinə yerləşdirirəm və blinçikləri ağ, qara olmaqla, baxın belə tam qatlamıram. Çünki tam qatlasam çox blinçik gedəcək. Ona görə yarı hissədən qatlayıram. Baxın, ağ blinçikin çalışın ki, bu tünd hissəsi içəridə qalsın, ağ hissəsi çöldə qalsın, yəni görünən hissəsində qalsın və beləcə ağ-qara olmaqla hamısını kənarlarına düzürük və bir ədəd də qara blinçikdən alt hissəsinə yerləşdiririk və başlayırıq kremləməyə. Qəşəng bolluca kremləyirik və bu krem bu torta tam-tamlığına hamısına qəşəng bolluca çatır. Və hamısını kremlədikdən sonra meyvələri düzürük. Zövqə görə də meyvələrdə istəsəniz biraz az da düzə bilərsiniz. Mən bolluca düzürəm. Banan və çiyələkdən istifadə etdim. Sizlər də istədiyiniz meyvələrdən istifadə edə bilərsiniz. Və üzərinə yenə də bir ədəd blinçiki yerləşdirirəm. Yenə də kremləyirəm. Sizlər əgər məsələn meyvəli sevmirsinizsə, onda eynən bu cür hazırlaya bilərsiniz. İçərisinə şokolad əlavə edə bilərsiniz. Yəni damla şokoladla da bu tortu hazırlaya bilərsiniz və ya pletka şokoladı sürtkəcdən keçirib əlavə edə bilərsiniz içərisinə. Yəni şokoladla da hazırlaya bilərsiniz və ya istədiyiniz meyvələrlə də hazırlaya bilərsiniz. Və üzərindən də 2 ədəd blinçiki alt hissədən gördüyünüz kimi sərdim, kremlədim, meyvələrdən düzdüm. Birinə düzdüm, amma ikincisinə meyvə düzmədim ki, artıq bu cür belə dürməclər hazırlayıram. Və görürsünüz blinçiklərin, baxın, belə qızarmış hissəsinə krem çəkirəm. Ağ hissəsi çöldə qalmalıdır. Yenə də qeyd edirəm, qızarmış hissəsi çalışın içəridə qalsın. Çünki görünən hissə ağ-qara olmalıdır.
Və baxın, yenə də meyvələrdən düzürəm. Həm banan, həm çiyələk. Ümumilikdə mən bu tort üçün 3 ədəd banandan istifadə etdim və hardasa bir 400-450 qram da çiyələkdən istifadə etdim. Və bu cür qəşəng düzəldirəm, hamısını ağ-qara olmaqla yığıram. Əgər bu cür tortu yığmaq sizlərə çətin gələrsə, əslində çətin deyil. Sizlərə çətin gələrsə, elə blinçikləri bir-bir də üzərinə əlavə edib kremləyə bilərsiniz. Yəni heç bir problemi yoxdur. Sadə şəkildə də düzə bilərsiniz, amma bu cür hazırlayanda özünüz də görəcəksiniz ki, tortu kəsərkən içərisi, iç görünüşü çox gözəl görünür, hətta möhtəşəm görünür. Yəni gözəl bir görünüşü olur, fərqli görünür. Ona görə mən bu cür hazırladım. Baxın, gördüyünüz kimi belə qəşəng hamısını kremləyirik, meyvələrdən əlavə edirik və rulon şəklində bükürük, yığırıq. Yenə də qeyd edirəm, məndə burada 24 santimetrlik tavada bişirdiyimə görə 30 ədəd blinçik alındı və mən 28 ədədindən tortumuzu hazırladım. Ümumilikdə bu reseptlə 2 kiloqram yarımdan çox tort alınır. Yəni tortun çəkisi 2 kiloqram yarımdan çox gəlir. Gördüyünüz kimi tortumuzu bu cür qəşəng yığırıq və hamısını rulet formasında düzürük. Yəni bir sıra belə düzdükdən sonra üzərini yenə də bolluca kremləyirik. Kremləməmişdən öncə biraz görsünüz əlimlə düzəliş verdim. Üzərinə yenə də blinçik əlavə edirəm və artıq hər dəfə blinçik əlavə etdikcə kremləyirəm və meyvələrimizdən düzürəm. Məndə burada artıq son olaraq bir ədəd kakaolu blinçikimiz qalıb. Onu da mən sona saxlayıram. Sonda tortun üzərinə əlavə edəcəm. Amma indi hal-hazırda istifadə etdiyim xəmirlər, yəni blinçiklərim hamısı ağ xəmirlərdir. Yəni əlimdə sadəcə ağ xəmirlər qalıb. Bunlarla tortumu yığıram. Son olaraq hamısını üst-üstə düzürəm. Məndə burada blinçiklərimin ölçüsü 24 santimetr olduğuna görə qabımın ölçüsünü də mən 26 götürdüm. Ona görə kənarlardan biraz belə baxdım ki, boşluq qalır. Ona görə bir blinçiki 2 hissəyə böldüm. Baxın, burada da sizlərə də göstərirəm. Yenə də kremlədim, meyvə düzdüm və tortun kənar hissələrinə yerləşdirdim. Yəni bu cür də edə bilərsiniz. Amma istəsəniz, məsələn, blinçikləri neçə santimetr tavada hazırlayacaqsınızsa, məsələn 24 santimetr tavada hazırlayacaqsınızsa, elə 24 santimetrlik qəlbin içərisində də, yəni formanın içərisində də yığa bilərsiniz və ya 26 santimetr tavada bişirəcəksinizsə, elə 26 santimetr olan formanın içərisində, yəni çəmbərin içərisində də yığa bilərsiniz tortunuzu. Və bu cür gördüyünüz kimi son olaraq hamısını bu cür davam edirəm və ən axıra bir ədəd kakaolu xəmir saxlamışdım. Bunu da üzərinə yerləşdirirəm və ən son kakaolu xəmirin üzərini kremləmirəm. Çünki üstünə çıxa bilər və kənarlarını gördüyünüz kimi xəmirləri bu cür gətirirəm ortaya doğru. Və beləcə gətirdikdən sonra biraz belə əlimlə üzərindən ehmalca, yavaşcana sıxıram ki, bunlar biraz belə kremə yapışsın və yəni qalxmasınlar. Belə qəşəng üzərində qalsın. İstəsəniz hətta bir boşqab üzərinə yerləşdirə bilərsiniz ki, bir 5-10 dəqiqə belə qalsın. Yəni əlimizlə də biraz belə sıxdıqda hamısı qəşəng hamarlanır, üzəri hamar olmalıdır. Tən orta hissəsinə də biraz qaymaqlı kremdən qalmışdı. Çəkdim orta hissəsinə ki, çiyələklər üzərinə yapışsın. Yəni quru-quru çiyələkləri əlavə etmədim. Üzəri üçün də çiyələk saxlamışdım. Onları da təbii ki, salfet üzərinə yerləşdirdim, suyu çəkilsin. Saplaqlarını da kəsib çıxartmadım ki, tortumuzun üzərində gözəl görünsün, gözəl görünüş versin tortumuza və bıçaqla ortadan 2 hissəyə ayırıram, tortumuzun üzərini bəzəyirəm. Meyvələrin üzəri səhərə kimi solmasın deyə, qəşəng parlaq qalsın deyə, təzə qalsın deyə, ona görə mən burada jeledən istifadə edirəm. Tortumuzu hazırladıqdan sonra görürsüz, çəmbəri də, yəni formanı da çıxartmamışam. Səhərə kimi belə kənar hissəsində forma qalacaq və bu jeleni də mən tort ləvazimatları mağazalarından almışam. 1 manata satılır, sizlər də əldə edə bilərsiniz. Jele şəklində olur. Biraz onu isti suyla yaxşı-yaxşı qarışdırıb açırıq və beləcə meyvələrin üzərinə çəkdikdə həm meyvələri qəşəng təzə saxlayır, həm də ki, parlaqlıq verir meyvələrin üzərinə. Tortumuzu hazırladıqdan sonra üzərini də örtdüm və gecə olduğu üçün səhərə kimi soyuducuda saxladım. Gündüz vaxtı hazırlasanız ən azı heç olmasa bir 3-4 saat soyuducuda saxlayın ki, tort kremi qəşəng canına çəksin və tortumuz öz formasını mütləq almalıdır. Hazırlayan kimi bunu qətiyyən kəsməyin. Yaxşı olar ki, axşamdan hazırlayıb səhərə kimi soyuducuda saxlayın, daha da gözəl olar. Və səhəri gündə artıq gördüyünüz kimi çəmbəri çıxartdım tortumuzun üzərindən
və bu cür gözəl görüntüdə möhtəşəm bir tortumuz alındı. Görürsüz, ona görə mən iki rənglə hazırladım ki, kənarları belə ağ, kakaolu olsun. İki rənglə çox gözəl görünür tortumuz. İnanın ki, yedikcə dadından da doymaq olmur və indi tortumuzun iç görünüşünü sizlərə göstərəcəm. O qədər gözəl görünür ki, adam bunu yeməyə qıymır, yəni kəsməyə qıymır. Çox gözəl bir görüntüsü var. Yedikcə dadından, ləzzətindən də doymaq olmur. Mütləq sizlər də hazırlayın, nuş edin, göz haqqınızı halal edin. Bu cür videoların ardından gəlmək üçün mütləq kanalıma abunə olun, zəhmətə dəyər verib videolarımızı bəyənməyi, yaxınlarınızla paylaşmağı unutmayın. Burada məni izləyən daimi izləyicilərimdən bir daha kiçik vlog kanalıma da dəstək olmağınızı istəyirəm. Mütləq Kəmalə Kərimli 82 vlog kanalıma da abunə olun və bildirişləri açın ki, hər zaman orada da paylaşdığım yeni videolardan xəbərdar olasınız. Vlog kanalımda da sizlərə çox gözəl, məlumatlandırıcı, fərqli, maraqlı, gözəl videolar hazırlayacağım inşallah ki, dəstəyinizi əsirgəməyin. Kanala abunə olub videolarımızı bəyənməyi unutmayın. Tortumuzun da dadından doymaq olmur, görüntüsündən dadını da bilmiş olarsınız. Kim ki indiyə qədər bu tortu hazırlamayıb, mütləq hazırlasın. Tortumuzun içərisi yumuşaq, meyvəli, qaymaqlı, sanki dondurma yeyirsən. Bir sözlə mükəmməl bir tortu hazırlayanlara nuş olsun. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.